ağlamaz. Bizə elə uşaqlıqdan deyiblər ki, göz yaşı zəiflidir. Problem ağlamaq deyil, problem kişilərin ağlamasıdır. Bəs siz necə düşünürsünüz? Sizcə kişilər ağlamaz? Deyirlər ki, kişilər ağlamaz. Siz nə düşünürsünüz? Yox, məncə ağlayar. Bu elə bir duyğudur ki, həm insan kişiyə, həm də qadına məxsusdur. Elə o vaxtda mən də eşitmişəm o sözü. Amma niyə bizdə hisslərimiz var, hərdən duyğulanırıq, ağlayırıq, kövrəlirik. Məncə normal bir duyğudur. Deyirlər ki, kişilər ağlamaz. Nə düşünürsünüz bu haqda? Məncə ağlayar. Hər kəs insanda, hər kəsin duyğuları var. Məncə ağlayar kişi. Bir oğlan gəldi, oturdu yanımızda ağladı. Düşünməzsiniz ki, bu zəiflikdir? Xeyr, düşünmərəm. Bəs siz? Mən də düşünmərəm yəni. Ağlaya bilər kişilər? Ağlaya bilər. Məncə bu düzgün deyil. Yəni hər bir kişi ağlaya bilər və yaxud da ki, hər hansısa ailəsindən biri rəhmətə getsə, məncə yəni göz yaşı istər-istəməz də tökülür. Yəni belə suala biraz ümumi çərçivədən baxdıqda, yəni düzgün deyil, yəni elə bir o söz düzgün deyil də, yəni kişinin ağlamaması. Çox mənfi fikirdəyim, ağlayar kişilər ağlar. İnsan deyil ki. Mən adam deyiləm, mən insan deyiləm. Sizcə zəiflik demək deyil, kişilərin ağlaması? Psixoloji təsir bağışlayır. Eləsi var çıxardı siqaret çəkir, eləsi var ağlayır, ürəyini boşaldır. Eləsi var... Doğru düşüncə deyil. Kişilər təklikdə ağlayır, mənə də gəlir. Yəni kişilərin ağlamağı zəiflikdir deyə düşünmürsünüz. Çünki xanımlar, yəni məncə cəmiyyət düşünür ki, zəiflik göstəricisidir kişilərin ağlamağı. Kişilər yəni az ağlayır ona görə, çünki özlərini xanımların ya da başqasının yanında zəif göstərməmək üçün. Amma ağlaya bilərlər, hə? Əlbəttə. Deyirlər ki, kişilər ağlamaz. Kişilər ağlayır. Əgər kişi elə bir situasiya, çıxılmaz bir vəziyyətdə düşəndə ağlayır. Amma çalışır özünü toplasın, özünü saxlasın. Gözündən yaş gəlməsə də qəlbində o ağlayır. Yəni kişilər də ağlayır. Bizim Azərbaycan kişilərini ağlatmaq lazım deyil. Çünki onlar yəni yaxşıdır. Deyirlər ki, kişilər ağlamaz. Kişilər ağlamaz, yalan söhbət. Kişilər ağlayar. Kişi harda ağlayar? Kişi çarəsiz qalanda ağlayar. Nə bilim, kişi durub boş-boş şeyə görə ağlamaz. Yox, asla ağlamam beyi. Adam ağlar mı?